Mehman, sən bax, sənin bəli. müsəlmansan, düzdür? Müsəlman kəlməsi təslim olan deməkdir. Sən Bəli. kimə təslim olmusan? Allaha və onun peyğəmbərinə. Elədir yoxsa yox? Mən Allaha təslim olmuşam, peyğəmbərinə yox. Biz şəhadət getirir. Əşhədü en la ilahe illallah və əşhədü enne Muhammeden Rasulullah. Əşhədü ənnə əmirəl müminin Əliyyən Vəliyullah. O sonra əlavə olunub da. Kəlmə şəhadəti bilirsən? Əşhədü ənnə iləhə illallah, əşhədü ənnə Muhammeden Rasulullah, əşhədü ənnə əmirəl müminin Əliyyən Vəliyullah. Yaxşı. Sən indi burada neçə şeyə şəhadət verdin? 3 şeyə. Vəlisi. Sən orada deyirsən ki, kəlmə-i şəhadət. Kəlmə-i şəhadət nə deməkdir? Kəlmə sözü var ha, kəlmə-i. 2 kəlmə deməkdir. 2 cümlə. Hə, 2 cümlə Məsələn, 3 deməkdir. cümləyə şəhadət verirsən. Bu nətər olur? Nətər olur? Olur da, demək olur da. Bax, biz müsəlmanıq da, hədəfimiz Peyğəmbərə tabi olmaqdır. Allahın yolunu gedməkdir. Bəli, Allaha tabi olmam, mən Peyğəmbərə tabi olmuram. O şiə əqidəsini ittiham eləyə bilməzsiniz. Övliyadır, getmişəm onun qəbrinin üstünə, orada əlimi açıb Allaha, dua eləyib Allahdan nəyisə istəyirəmsə, onda mənə iddia eləyə bilməzsən. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm müəyyən bir insanların qəbrini ziyarət edib, gedib orada Allaha dua eləməyi bizə öyrətməyib. Yəni, hər hansı ölmüş hörmətli bir insanın qəbrini ziyarətgaha çevirməkdən gedir söhbət. Bax, Mehman, bax, Mir Mövsüm ağanın ziyarətgahı düzdür. Bəli, bəli. İnsanlar oraya niyə görə gedirlər? Seyid kimi gedirlər, ziyarət edirlər, hörmət, ehtiram olaraq. Allah Teala buyurur ki, وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ اُخْرَى Bir insan başqa bir insanın yükünü daşıya bilməz. Bəli, daşıya bilməzsin. Yəni, indi Mir Mövsüm ağa onu ziyarət edən o qədər insanın yükünü nətər daşıyacaq? Mən Yəni- getmişəm, 3 dəfə getmişəm. Qurban da kəsmişəm orada, amma başqa favrotlamamışam. Qiyamət günü gələndə Allah sənə deyəndə ki, ay Mehman, niyə görə gedib qurbanı ət ağanın üstündə kəsirdin, Mir Mövsüm ağanın üstündə kəsirdin? Yəni, mən sənə deyirəm ki, Peyğəmbər nəslindən Allaha gələn. harda olsa ibadət elə. Qurban ibadətdir, düzdür? Bəli. Sən bu ibadəti istənilən bir yerdə eləyə bilərsən. Niyə gedib məhz orada eləyirsən? Yəni, sən hansı əsasla deyirsən ki, Əli ibn Əbi Talib hamısından üstündür? Əli ona görə üstündür ki, Peyğəmbər salavatullah İmam Əlini özündən sonra deyib, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Mehman, araşdırmırsan, Mövla nə anlama gəlir? Deyim də sənə, mövla yəni, necə deyim sənə, təslim olmaq kimi də və davam eləmək kimi, belə bir şey, yəni, mən kimin mövla, mənə kim məsələsi belə deyək. Mövla kəlməsi dost kəlməsindən gəlir və bu kəlmə ehtimal olunan bir məna daşıyan kəlmədir, ehtimal olunan bir kəlmədir. Peyğəmbər sallallahu aleyhi və səlləm Əli ibn Əbi Talibi imam təyin eləyəndə və ya xəlifə təyin eləyəndə ehtimal olunan sözlə danışmalıydı, yoxsa açıq mənalı bir sözlə? Niyə açıq mənalı deyərdi? Kiminsə şübhə yeri qalmasın. Niyə görə Peyğəmbərimiz Mövla kəlməsini işlətdi? Əgər Əli ibn Əbi Talibi imam təyin eləyirsə və ya xəlifə təyin eləyirdisə, niyə görə açıq söz işlətmədi? Niyə görə demədi ki, məndən sonra xəlifə Əlidir? Sizin başçımız, sizin rəhbərimiz Əli ibn Əbi Talibdir. Belə sözlə deməlidir əslində ki, bir şübhəyə yer qalmasın. Yəqin ki, Peyğəmbərin nəsə bildiyi varmış, şey deyib. Deməli, bildiyi bilirsiniz nədir? Bəli. Bildiyi odur ki, bu mənada deməyib Peyğəmbər o sözü.